Üçüncü forması bizim anlıq mənfi düşüncələrimizin adlanır zehni filtr. Bu necə olur? Bəzən buna mənfilərə olan seçici bir diqqət deyilir. Məsələn, deyək ki, bir şəxs hər hansı bir imtahandan çıxır. Deyək 100 sual verilibsə, 100 sualdan 83-ünü doğru olaraq yazıb və onun 17-sini yazmayıb. Qırağa çıxan zaman imtahan bitdikdən sonra həmən tələbənin zehnində belə bir sual və yaxud da belə bir fikir formalaşır ki, mən bu imtahanda 17 sualı cavabsız qoydum və onu yaza bilmədim. Və buna görə özünü çox məyus, məğlub olmuş, uduzmuş hesab edir. Amma bilmir ki, bu cür düşünmə əslində məsələnin nöqsanlı və mənfi tərəfinə olan seçici bir diqqətdir. Ola bilər ki, həmin tələbəyə cavab gəlsin və cavabda qeyd olunsun ki, 100 sualdan 83-ünü siz doğru qeyd etmişsiniz. Məsələyə bu cür də baxmaq olar ki, mən 100 sualdan 83-ünü doğru olaraq qeyd eləmişəm və ya 100 sualdan 17-sini yanlış olaraq yazmışam. Amma yanlış tərəfi zehnimizdə qabardıb baxsaq, bu təbii ki, bizdə mənfi duyğuların, narahatlıq, üzüntü, məyusluq, ümidsizlik kimi halların yaranmasına səbəb olacaq. Amma əgər məsələyə bu tərzdə yox, daha realist və həqiqətə uyğun olan bir tərzdə biz yanaşsaq, o zaman bizim düşüncəmiz müsbət olduğu üçün müsbət emosional və ruhsal halımızın yaranmasına səbəb olacaq.